Dənizə möhtəşəm görüntüsü olan əşyalı bir mənzildəyik. Mənzil sahibi dizayna uyğun olaraq əşyalar yerləşdirilmişdir. 65 kvadrat metr ümumi sahəsi var mənzilimizin. Zal studiya tipində təmir olunub. Qonaq otağımızla mətbəxin arası 3 hissədən ibarət sürgülü qapıdır. Mətbəximizin döşəməsi metlaq hissi döşəmədir. Membran materialından yığılmış mətbəx mebelimiz var. Qonaq otağımızın döşəməsi laminatdır. Yataq otağımız da gözəl renk tonlarından istifadə olunmuşdur. Təmir zamanı əşyalar da yerləşdirilmişdir. Gördüyünüz kimi bütün bu əşyalar hər bir qiymətə daxildir. Valideyn yataq otağının qarşısı eyvandır. Kombi sistemi eyvanda yerləşdirilib. Kollektor sistemidir. Görülən metlaq olan hissələr isti döşəmədir. Bura mənzilimizin uşaq yataq otağıdır. 2 ədəd uşaq kravatı, yazı masası və şkaf da yerləşdirilib. Burada dəhliz hissəmizdir. Giriş qapımızın sol tərəfində əyləşib ayaqqabı geyinmək üçün oturacağımız və 3 qapıdan ibarət dəhliz mebelimiz. Burada ümumi hamam otağımız. 209.000 manat 15 mərtəbəli binanın 10-cu mərtəbəsi, 65 kvadrat metr ümumi sahəsi olan mənzil.